Mirşahin Ağayev məxluqunu, mikrob məxluqunu hamınız tanıyırsınız yəqin ki. Zamanında Cəlal Əliyev ona yaxşı ad qoymuşdu. Mən dilimə gətirmək istəmirəm o sözü, xahiş edirəm. Bilənlər şərh bölməsində yazsınlar Cəlal Əliyev hansı adı qoymuşdu. Bilməyənlər də oxuyub bilsinlər. Hər həftə Mirşahin haqqında videolar çəkir, danışır, reportajlar hazırlayır. Dünənləri də bir reportaj hazırlayıbdı və deyir Tural Sadıqlının vaxtı çatıbdı. Ayrıca bir video kimi də özünün sosial şəbəkələrində yayır. Onu danışdıranlar, üstümə hürdürənlər kimlərdir, nəyə görə hürdürürlər? Bu videoda ondan da danışacağım. Və nə hürüb dünən ki, top lülləsinin ucunun üstündə oturub danışarkən nə danışıbdı? Xahiş edirəm ki, videonun sonuna qədər izləyin, bəyənin, paylaşın, daha çox insan izləsin. Azad Söz kanalına abunə deyilsinizsə, abunə olun ki, sizdən gizlədilən gerçəklərdən vaxtında xəbərdar olasınız. Üzündən yazdığı mətni oxuyur. Bədahətən danışmaq qabiliyyəti yoxdur özünə və savadlı göstərməyə çalışsan da, Mirşahin, sən savadsızın yekəsisən. İndi bu videoda onu da sübut edəcəm. Danışır, deyir ki, bizim xalqımızın, döyüşçümüzün zəfər yolu ilə Şuşaya, Xankəndiyə gedən avtobuslara istehza edən vətən xaini Tural Sadıqlı kimlər? Paşinyanın avtobusuna... Dəyərli dostlar, güya mən avtobus müxalifətinin Xankəndinə getməsini lağa qoymuşam. Aytuba bu haqda bir video çıxış eləməmişəm. Söhbət nədən gedir? Bir neçə gün öncə prezidentin köməkçisi Ədalət Vəliyev yığıb avtobus cip müxalifətinin başçılarını, partiya sədrlərini və həmçinin cip mediasının başçılarını aparıbdı Xankəndiyə və orada İlham Əliyevə təşəkkürlər yağdırırlar. Və Mirşahin deyir ki, mən buna lağ eləmişəm. Dediyim kimi, bu haqda heç danışmamışam mən. Əlbəttə ki, lağ ediləsidir. Ora gedənlər avtobusa minib bir Ədalət Vəliyevin dirijor çubuğu ilə ora-bura yönləndirilən kukla müxalifətlər utanmalıdırlar buna görə. Bu öz yerində. Sonra Mirşahin Ağayev deyir ki, Paşinyanın avtobusa minməsini Tural Sadıqlı elə təqdim edir ki, sanki dost doğma atasının xoş əməlindən bəhs edir. Mirşahin Ağayevin bu günlərdə atası vəfat edibdi. Hətta özünə də yazdım ki, Allah rəhmət eləsin. Atasıyla işim yoxdur. Sağlığında da heç işim yox idi onun atasıyla. Amma bu mikrob hər dəfəsində atama, anama həm böhtanlar atır, həmçinin nifrət yağdırır. Görün, əxlaqlı jurnalistika ilə məşğuldur, yoxsa əxlaqsızlıqla. Bəli, mən Paşinyanın avtobusa minməsini haqqında danışdım. Paşinyan bəzən avtobusla işə gedir. Dəfələrlə belə video çəkilişlər də eləyibdi. Xalqına göstərmək istəyir ki, mən sizlə biriyəm və həmçinin xalqının dərdlərini də öyrənmək istəyir. Ona görə avtobusa minir. Xəbərdar etmədən İlham Əliyev isə nə edir? Boş avtobusa minib şəkil çəkdirir. Bütün avtobus parkını və ətrafında 1 kilometr radiusundan bağlatdırır ki, oradan heç kəs keçə bilməsin. Əvvəllər İlham Əliyev paştilyonluq eləyirdi. Məktub götürürdü. Nə oldu? O vaxtı quyruğun qapı arasındaydı. Xalqın etirazı, sənə olan nifrəti daha çox idi. Azaltmaq, qəzəbi yumşaltmaq istəyirdin. Bəs indi cəmaət içərisində niyə çıxmırsan? Çünki hər kəsi susturmuşsan. Azərbaycanda sənə qarşı çıxanlar, müxalifət, müstəqil media saxlamamısan, basmısan içəri, Tofiq Yaqubluya da bir neçə gün öncə 9 il həbs cəzası verdiniz. İlham Əliyev utanırsanmı? Öz rəqiblərini xaricə qovmusan, qaçmağa məcbur etmişsən. Onlardan da biri mənəm və mənə qarşı namərdcəsinə mübarizə aparırsan sən. Əlqərəz, mən Paşinyanın avtobusa minməsini danışdım, bunlar dəli olublar. Deyirlər, İlham Əliyevlə Paşinyanı niyə müqayisə edirsən? Bu savadsız Mirşahin Ağayev 100 il əvvəl Azərbaycanlı maarifçilərin yazılarını, felyetonlarını, əsərlərini oxumayıbdır. Ancaq yaltaqların əsərlərini oxuyursan, yaltaqlıq öyrənmək üçün nəyi nəzərdə tuturam? Dəyərli dostlar, bu heç bir eyib deyil. Deməli,
ermənilərlə Azərbaycanlıları müqayisə etmək. Bu çox doğru bir yanaşmadır. Hətta 100 il əvvəl Cəlil Məmmədqulizadə, Üzeyir Hacıbəyovun felyetonlarında, əsərlərində bunlar yer alır. Ermənilərlə bizi müqayisə edirlər, ermənilər inkişaf edirlər, biz isə yox. Qonşularımız nələr eləyirlər, düzəldirlər, biz isə yox. Tənqid edir, öz xalqı, rəhbərliyini tənqid edir. Əcnəbilər seyrə balonlarla çıxır. Biz hələ avtomobil minməyirik. Sabir deyirdi bunu. Baxın, mən konkret olaraq Üzeyir Hacıbəyovun bir felyetonunu göstərəcəm və Cəlil Məmmədquluzadənin bir əsərindən parçanı da sizə göstərəcəm. İnternetə də vurub baxa bilərsiniz. Mirzə Cəlil erməni keşişi və müsəlman axundun fərqi haqda danışır. Erməni keşiş nə deyir? Azərbaycanlı müsəlman axund nə danışır? Yəni, burada erməni millətinin dünyada 3 sevgili balası var. Vətən, millət və dil. Keşiş uca səslə kəndlərə bu sözləri deyirdi. Dəyərli həmvətənlər, gördüyünüz kimi bunlar 100 il əvvəl maarifçilərimizin yazdıqlarıdır. Ermənilərlə Azərbaycanlı müsəlmanları müqayisə edir və deyir ki, onlar nə işlə məşğuldur? Baxın, ibrət götürün, bizimkilər nə işlə məşğuldur? Cəlil Məmmədquluzadə də vətən xaini idi. Yoxsa bəstəkarımız Üzeyir Hacıbəyov, publisist, o da mı vətən xainidir? Ermənilərlə, qonşularla bizi müqayisə edir. Deyir ki, baxın, biz necə iş görürük adlı felyetonundan ekranda görürsünüz, hissə sizə göstərirəm. Azərbaycanı təhqir etməkdir, düşməni tərifləməkdir bu, vətən xainliyidir. Mirşahin Ağayev əgər bunları oxuyubsa, biraz da vicdanı varsa, bunlardan danışar, ümumiyyətlə bu mövzuya toxunmaz. Daha nə çərənləyir? İndi sizə izah edəcəm Mirşahin Ağayevi hürdürənlər kimlərdir və niyə hürdürürlər? Tural Sadıqlı kimi vətən və şərəf çatışmazlığından əziyyət çəkən fərarilər Paşinyanın təkərlərini yalamağa, öz avtobusumuzu isə Cıdır düzündən üzü aşağı buraxmağa hazırdılar. Bu kin, bu nifrət, bu qəzəb, niyə püskürürsən Mirşahin Ağayev? Səni niyə belə hürdürürlər? Hətta keçən verilişlərinin birində deyir ki, Tural Sadıqlı ilə mən barışmayacam. Mən ölüb getsəm belə, övladlarım onlarla mübarizə aparacaqdır. Nədir sizə bu odu qoyan? O topun lülləsinin ucunda nə var? Biber var, Mirşahin Ağayev. Xarici xüsusi xidmət orqanlarına nökərçilik edən bu şəxs ən aşağı üsullara belə el atır. 8 il əvvəl Musavat TV-yə aparıcı Sevinç Telmanqızına verdiyi müsahibəni bu günlərdə yenidən montaj eləyərək özünə sərf eləyən yerləri saxlamaqla təzə intervyu kimi təqdim eləmək, feyk xəbər yaymaq, rüsvayçılığın üstü açılanda isə özünü ən sonuncu yerə qoymaq. Nəyə görə? Ona görə Söz yığınından başqa bir şey deyil. Görün, heç bir şey tapa bilmirlər haqqında. Bir cinayət yox, bir ikiyüzlülük yox, vətənə xəyanət yox, yalnız sizin sözünüzdən ibarətdir. Bir oğurluq yox, dövlətin büdcəsini talayanlar sizlərsiniz, korrupsiya ilə, yaltaqlıqla, şərəfsizliklə məşğul olanlar sizlərsiniz. Mənim haqqımda isə bir şey tapa bilmirsiniz. Bu cinayət olub. Mirşahin Ağayevin bu püskürdüyü kanalizasiya qoxusunun teması olan Müsavat TV-nin məndən müsahibə alması məsələsinə əlbəttə ki, toxunmuşam. Bunun əvvəlki videoda baxa bilərsiniz. Çox bir normal bir şeydir. Məndən dünənə kimi yaltaqlanaraq müsahibə alan şəxslər indi saytlarında haqqında, ailəm haqqında böhtanlar yağdırırlar. Şərəflərini pula satıblar. Və bundan narahat olublar ki, mən bu videonu məndən Müsavat TV-nin aldığı müsahibəni mən Azad Söz kanalında yerləşdirmişəm. Elə biliblər ki, hakimiyyət bunların pulunu kəsər. Tural Sadıqlı ilə salam mələkləri var Rauf müəllim Arifoğlunun. Nə günlərə qalmısınız. Yalnız böhtanlar yağdırırsınız. Özümə, ailəmə, övladımın şəkillərini paylaşmaqla nə qədər rəzil vəziyyətə düşmüsünüz siz. Şəxsiyyətsiz məxluqlar və atama, anama təhdidlər etməklə artıq ifşa edilib, artıq atdığı oxun doğma anasına doğru uçduğunu hətta anası özü belə hiss edir.
Görürsünüz nə qədər şərəfsizlik eləyir. Doğrudanmı bu dırnaqçı adama şərəfini satmağa çatacaq qədər pul veriblər? Nə ucuzmuşsan. Növbəti görüşümüzdə biz onun xüsusi xidmət orqanları ilə əməkdaşlığının daha bir neçə sübutunu təqdim edəcəyik. Geri çəkilmək niyyətimiz yoxdur. Osman Qızı TV, Azad Söz, Turan TV kimi anti-Azərbaycan platformalarını hər bir istifadəçi layiqincə təyinatı üzrə tanımalıdır. Hər kəs. Səviyyəm deyil, danışırlar da boş-boş və s. demək fərarilikdir indiki vəziyyətdə. Yəni, mənə etiraz eləməyə, polemikaya girişməyə tələsməyin. Bilirəm, hamı belə deyil, bəli, söhbət bir ovuc qıltdan, çirkdən, qısıqdan və qısırdan gedir, amma axı belələrinin cavabını verməmək də onların əlini oynamaqdır. Hakimiyyətin digər yaltaq jurnalistlərinə çağırış edir ki, Tural Sadıqlı əleyhində hamı danışsın, hamı səfərbər olsun, bunlara cavab vermək lazımdır. Mişahin Ağayev, sən nə qədər hər dəfəsində hürürsən, bu haqda danışırsan, çağırış edirsən, amma çağırışında qulaqsan yoxdur görürsən. Səndən və bir-iki qədər qoturdan başqa kimsə danışmır. Çünki onlar görürlər ki, sən mənim əleyhimdə danışmaq üçün pullar alırsan, sənin ağzına sümük atıblar, tula sümüyü payı atıblar, danışırsan. Onların ağzına isə atmırlar. Onlar gözləyirlər ki, onların ağzına tula payları atsınlar, sümük atsınlar, onları danışsınlar. Boş-boşuna niyə danışsınlar ki? Bunu anlamırsan? Onlar ağzını açanda qarşılarında yüz minlərlə, milyonlarla vətənpərvər, ağız, cavab, mövqe, iradə görməlidirlər. Görmürlər də, bir dediyim kimi, onlara tula payı vermirlər sənə verdikləri kimi. 2, milyonlar nədir? 100 minlər, 10 minlər, minlər nədir? Yüzlər nədir? Heç onlarla yoxdur. Qarşıma çıxacaq, mənə söz deyəcək, cavab verəcək onlarla insan yoxdur. Həm də bilirsən niyə görə? Həm də ona görə ki, sənin kimi mirfahişə adını qazanmaq istəmirlər. Söyülmək istəmirlər xalq tərəfindən, o milyonlar dediyin insanlar tərəfindən. Sənin artıq vecinə deyil. Arı yemisən, namusunu atmısan itin belinə. Almısan peysərliyi, boynuna nə qədər sözlər deyilir, qəbullanırsan. Biraz əvvəl dedik ki, Ermənistan müharibəyə hazırlaşır. Ermənistan müharibəyə hazırlaşır mövzusuna isə hələ gələcəyik biz. Bu haqda dünənləri video çıxış etdim. Çox təxribat xarakterli xəbərlər yayırlar hökumətin saytları. Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Orxan Sultanovun tabeliyində olan saytlar ki, ermənilər müharibəyə hazırlaşır apreldə və bəs müharibəni biz başlatmalıyıq. Azərbaycan hökuməti başlatmalıdır. Və İlham Əliyevə general Orxan Sultanov təsir edir Rusiyanın tapşırığı ilə. İndi gələk Mirşahini üstümə hürdürənlərin kimliklərinə. 1. Dövlət Təhlükəsizlik Xidməti. Yanırlar. Çünki onları bu qədər dəqiqliyi ilə ifşa edən Əli Nağıyev və onun birinci mavini, Əli Nağıyevin yerində gözü olan birinci mavin Ceyhun Şadğınskini bu qədər ifşa edən ikinci bir şəxs və kanal yoxdur. Dəqiqliyi ilə. Hətta yadınızdadırmı? Almaniyadan bir molla deportasiya olunmuşdu Azərbaycana. Dövlət Təhlükəsizlik Xidməti onu tutmuşdu. Aeroportda tutmuşdular. Və həmən molla bir ay əvvəl Azad Söz kanalına mənə müsahibə vermişdi, danışmışdı başına DTX orada nələr gətiribdi. Və aeroportda onu Bakıda hava limanında yaxalayıb aparmışdılar. Bir gün sonra Mirşahin Ağayev ondan müsahibə aldı, əleyhimdə danışdırdı. Bir gün sonra DTX-nın tutduğu şəxsi bir gün sonra bu şübhəsiz onu sübut edir ki, DTX ilə Mirşahin Ağayev bildirlər. Onun tapşırıqlarını yerinə yetirir. Bəs nəyə görə? Dediyim kimi, yanırlar. Yanırlar Dövlət Təhlükəsizlik Xidməti, xüsusilə Ceyhun Şadğınski, o porsuğa oxşayan, getdikcə də şişən boynunu yoğunladan Ceyhun müəllim yanır, partlayır. Çünki onun yuvasına çomaq soxmuşam. Arzularını gözündə qoyuram. Kələklərini, oyunlarını ifşa edirəm. DTX-da oturanların işə yaramayan, yaramazlar olduğunu sübut edirəm. Bunu Azad Söz kanalına çıxan şahidlər danışır. DTX ilə əməkdaşlıq etmiş cəsuslar danışır ki,
başı boşlar, yaramazlar oturub DTX-da yanırsınız, tüstülənirsiniz. Tüstünüzü də Mirşahin Ağayevin ağzından çıxardırsınız. Davam edin.